olsun dəyərli qrup üzvləri, necəsiniz? Ümid edirəm yaxşısınız. Gəlin bu gün gözəl səhərdə, gözəl sabahda proqnozlarımızı verək. Dünənki proqnozlarımız yəni mükəmməl dərəcədə özünü doğrultdu və yüksək gəlirlərlə nəticələnir. Demək ki, 4650-lərdən biz satış əməliyyatlarını verdik. Satış əməliyyatlarından sonra qiymət nə az, nə çox, yəni $250 aşağı indi. Ondan sonraki bay əməliyyatları vardı, sadəcə vaxt olmadığından biz paylaşmadıq. Belə bu siqnal ödənişli Telegram kanalları üçündür və biz keçirik qızla. Bu sadəcə olaraq izahlandır. Rəqəmlərlə isə biz Telegram siqnal kanalında yazırıq. Demək, alış əməliyyatları, yəni üçbucaq yaranıb. Üçbucaq ümumiyyətlə, yəni bildiyimiz və bildiyiniz kimi davamiyyət fiqurudur. Əgər bu üçbucağa yəni yuxarıdan daxil olubsa, yəni davamiyyət fiqurudur. Yenidən aşağı doğru istiqamətdən davam etdirməsi bu nəzəriyyədir. Amma biz nəyə üstünlük veririk? Yəni nə görürüksə ona üstünlük veririk. Fikirləşdiyimizə yox, gördüyümüzə üstünlük versək daha yaxşı olar. Və 4899-dan yuxarı formalaşsa artıq alış əməliyyatları gələcək. Bu halda rahat bir şəkildə yəni 5000-ə yaxınlaşacaq. Amma əgər alternativ ssenariydə 4698 olarsa artıq satış əməliyyatlarına yol açacaq. Yenidən bu dəfə yəni gəlsə sadəcə olaraq yəni ən aşağı səviyyədə 4500-lərə qədər gələcək. Dünən biz proqnozları paylaşmışdıq və satış əməliyyatları haqqında məlumat verdik və yerləri də təyin elədik. Yəni dönüş nöqtələrini. O dönüş nöqtələrindən birini, ikisini qırdı və deməli 4400, biz 4350-55-lərə qədər demişdik. Demək olar ki, ona yaxınlaşdı və dönüş nöqtəsindən qayıtdı. İndi hal-hazırda gördüyünüz kimi, yəni üçbucaqdır. Yəni bunu sadəcə müqavimət dəstək xəttlərini təyin etdik və bunlara diqqət eləməliyik. Keçək biz gümüşə. Gümüşdə də, yəni bu da davamiyyət fiqurudur. Yəni aşağı düşmə ehtimalı gözlənilsə də yenə biz yəni bizim üçün maraqlı olan yəni bu səviyyələrdir. Yəni 87-200-dən yuxarı formalaşsa alışlara girərik və ilkin satışları verməliyik 78-350-lərdən. Əsas satışlar isə 74-lərdən gələcək. Keçək Bitcoin-a. Bitcoin da yəni üçbucaqdadır uşaqlar, diqqət edin. Üçbucağa deməli burada da biz bir-bir dərc eləyərik siqnal kanalında. Deməli 79900-lər, yəni alış əməliyyatlarıdır. 77300-lər isə satışlardır. Və Ethereum-ə gəldikdə isə Ethereum-də alışlar deməli 2440-lar alışlardır, satışlar isə 2216-lardır. Dolların Yaponiya rəqabətində satışlar 155-200-lərdir uşaqlar. Alışlar isə 155-800-lərdir. Bunlara indi bir-bir dərc edərəm. Telegram siqnal kanalına qalan burada Euro dollardır, funt dollardır, S&P, Nasdaq, DX, SAX, yəni Dow Jones, funtun franka olan rəqabəti, neft, bunlar haqqında indi dərc edəcəm siqnal kanalına. Hələ özünüzə yaxşı baxın, xeyirli günlər arzulayıram sizə.